Çox insanların səhv anladığı və düzgün yanaşmadığı məsələlər var. Sözsüz ki, ölüm haqdır və bu dünyada heç kim ondan yaxa qurtarmayıb. Hər bir canlı ölümü dadacaq. Hər birimizin yaxınları dünyasını dəyişir, kiminin valideynləri, kiminin sevimli qardaşı və ya bacısı, kiminin isə ciyər parəsi olan övladı. Əvvəlcə yaxınlarını itirmiş hər bir kəsə Allahdan səbir diləyirik. Allah Quranda buyurur: Biz Allahdan gəldik və ona da qayıdacağıq. Bəs yaxınlarımız dünyasını dəyişəndə biz onlar üçün nə edə bilərik ki, bu yaxşılıq həqiqətən də onlara çatsın? Əlbəttə, bunu elmlə isbat etmək mümkün deyil. Çünki elm qeyb məsələlərində acizdir. Buna görə də Allahın vəhyinə və Allah elçisinin, ona və ailəsinə Allahın salavatı və salamı olsun, ölümdən sonra insanın halı barədə bizə bildirdiklərinə müraciət edirik. Bir çox insanlar düşünür ki, bahalı qəbir daşı qoymaq, üzərində şəkillər həqq etdirmək və ya müxtəlif bəzəklər qoydurmaq vəfat edən insana fayda verəcək. Halbuki bunların ölən şəxs üçün bir faydası yoxdur. Bu daha çox insanın özünə təsəlli verməsi və ya göstəriş məqsədi daşıyır. Bu mövzuda Allah elçisinin, ona və ailəsinə Allahın salavatı və salamı olsun, məşhur hədisinə nəzər salaq. İnsan öldükdən sonra onun əməli kəsilər. Yalnız 3 şey istisnadır ki, onların savabı ona çatmağa davam edər. Bunlara axar savab və ya davam edən sədəqə deyilir. Birincisi, əməl salih övladdır. Yəni, insan Rəbbini tanıyan, salih bir övlad yetişdiribsə, onun etdiyi xeyir əməllərdən və dualardan valideyninə də savab çatar. İkincisi, insanın qoyub getdiyi faydalı işlərdir. Məsələn, ağac əkmək, məktəb və ya məscid tikmək və ya insanların faydalandığı hər hansı bir xeyirli iş görmək. İnsan vəfat etdikdən sonra da bu işlərdən faydalanılan müddətcə ona savab yazılar. Üçüncüsü isə faydalı elmdir. Əgər insan bəşəriyyət üçün xeyirli bir elm, bilik və ya öyrədici irs qoyub gedərsə və insanlar bundan faydalanmağa davam edərlərsə, onun savabı da davam edici olar. Bəs yaxınlarımız bunları etmədən sadəcə müsəlman olaraq dünyalarını dəyişiblərsə, onlar üçün nə edə bilərik? Övlad valideynlərinin adından sədəqə verə bilər, ehtiyac sahiblərinə kömək edə bilər, kasıblara yedirdə bilər. Lakin ən böyük təsiri olan ibadət duadır. Əgər valideynlərinizə və yaxınlarınıza həqiqətən fayda vermək istəyirsinizsə, dua edərək Allahdan onların bağışlanmasını diləyin. Bahalı mərmərlər düzəltdirib özünüzə təsəlli və bir çox hallarda bunu başqalarının görməsi üçün etməyə ehtiyac yoxdur. Bu mərmərlərə mənasız yerə böyük məbləğlər xərcləməkdənsə, həmin pulla kasıblara yardım etmək, insanların faydalanacağı bir iş görmək, yol çəkmək, su xətti çəkdirmək və ya başqa xeyriyyə işləri həyata keçirmək düzgün və Allah yanında sizin üçün faydalıdır. Allah bütün ailələrə itirdikləri yaxınlarına görə səbir versin. Xüsusilə də şəhid ailələrinə Allahdan səbir və mükafat diləyirik. Unutmayaq ki, heç birimiz bu dünyada əbədi yaşamayacağıq. Hamımız eyni istiqamətə doğru gedirik. Sadəcə bu dünyadakı ayrılığa səbirli olmaq lazımdır. Allah bizi və dünyasını dəyişmiş yaxınlarımızı öz rəhmətinə qovuşdursun. Amin.